Salam arkadaş. Yox, dərs olaraq keçməyi deyirəm yəni. Dərsi atmışam da orada başa salınacaq bir şey yoxdur. Hər şey çox sadə, bəsit bir şeydir. Aha, Yəni onda testində gələn də soruşar sizə də, yəni bəli, bəli, Yalvalıya. testlərinə gələn dərs baxacağıq. PowerPoint Aha. oyuncaqdır. Yəni normal ciddi bir proqram olsa başqa məsələ. Amma ki izah videolarımız YouTube-da durur. Yəni yanvar ayında, dekabr ayında falan keçəndə onları çəkib hamısını yerləşdirmişəm. Yəni yaddan çıxdısa elə baxa bilərsən. Amma əsas belə deyim də animationlarla, transitionlarla gələn dərsi işləyəcəyik. Onu neynəyəcəm? Dərs kimi sizə keçəcəm. İndi baxın. Testlərin izahına baxaq. Çünki birazdan Excel-dən test işləyəcəksiniz canlı şəkildə. Siz də onu çox xoşlayırsınız. Ha, Canlı oxuyacağıq müəllim yenə. oxuyub bəli işləyəcəksiniz. Təkcə oxumaq yox. Yaxşı arkadaşlar, suallarınızı verin görüm. Bunları neyniyim mən? Bu danqişləri nətər çağırım? Aha, sadə cavab. Oxuyan uşaq başqa deyil. Başqa hansı tənbəlimiz qalıb? Aysudu tənbəllərin kvadratdır o heç. Hə, suallarınız. Neçənci sualda problemimiz var 6. arkadaşlar? Bəli, 6. 6. Baxaq. Page break preview əmri işçi kitabın görünüşü necə dəyişir? Demək, bu görünüş cədvəlin çap ediləcək ərazisini göstərir. Page break preview məhz cədvəlin çap olunacaq ərazisini göstərir arkadaşım. Yəni A variant düzdür burada. Sonra qalan hissələr boz rəng olur da. Hansı hissə ki içində verilən var, ora çap oluna bilər, oranı ağ rəng göstərir. Sonra 11. 11. Bəli. Bax, deyir şəkildə verilmiş əmr hansı işi yerinə yetirir? Deməli, bu əmr nədir? Bu əmr bildiyiniz kimi məlumatların daxil olunması üçün olan əmrdir. Düzdürmü? Yəni, ə, deməli, başqa məlumatlardan, başqa mənbələrdən məlumatların daxil edilməsi üçün istifadə olunur da bu. Bu deyilmi bu? Bax, Excel. Nə deyirlər ona? Get and transform external data. Data. Birazca burada forma fərqlidir. Bax, bu hissə get data əmridir. Prosta məndə 2021 versiyasıdır. 2019-da şəkil birazca fərqli olur. Sonra 16, 17. 10 neçə? 16, 17. Müəllim 13. 13 görürsünüzmü? 13 deyən var. Verilmiş qrupda queries and connections əmri nəyə imkan verir? Arkadaşım, deməli, burada işçi kitab üçün bütün məlumat əlaqələrini göstərir. Burada neçə dənə ki, sorğumuz, neçə dənə əlaqəmiz var, onları bizə göstərəcəkdir. Sonra 16. Verilmiş qrupda data validation əmri hansı işi görür? Data validation verilənlərin yoxlanılmasıdır. O da nə edir? Xanaya belə deyim də məhdudiyyətlər qoyur ki, nəyi gəldi daxil eləməyəsiniz. Verilən şərtlər daxilində daxil edə bilərsiniz. Sonra 17. verilmiş qrupda remove duplicate. Və remove duplicates nədir? Yəni təkrarları ləğv elə. Yəni hansı məlumatlar ki təkrardır xanada, onları ləğv edir. Məsələn, 2 dənə müjgan sözünü qoymur olsun, bir dənəsini saxlayır. Bu şəkildə. Sonra 24. 19. 19. Verilmiş qrupda ungroup nə etmək üçün istifadə olunur? Qruplaşdırmış xana diapazonların ləğvini həyata keçirdə ungroup edir. Yəni qruplaşdırmanı ləğv edir. D variantı. 20 neçə dediniz arkadaşlar? 4. 24. 24.
Aşağıda verilmiş cədvəl fraqmentindən əvvəlcə B2, D4 diapazonu seçilmiş, sonra isə insert chart pie əmri icra edilmişdir. Nəticədə yaranan diaqramı təyin edin. Arkadaşlar burada görürsünüz 20% var, 20 var, 10 var, 30 var, faiz yox. Bunlar hamısı bir yerdə 60 eləyir. Hamısı bir yerdə bütövi təşkil edirsə də 100%imiz 60-dırsa da 30%imiz 100%imiz 60-dırsa da x%imiz 30-dur. 30 eləyəcək neçə? 50%. Çünki 60 bütöv 100%-də da 30 onun yarısı da 50% olacaq. Düzdür? Deməli 20, 10, onu hələ ki 50%-in hissələri kimi verməmişdən qabaq baxaq ki, hansında 50% var. Variantlardan bircə də A variantda 50% var. A variantda doğru cavab variantı. Heç başqasına baxmağa ehtiyac qalmır. Yəni işləyəndə də tənasib kimi belə işləyirsiniz də. Məsələn, 60-100% isə 20x faizdir, 10 məsələn y faizdir, 30 z faizdir. Beləliklə tənasibi həll eləməklə bütün faizləri ala bilərsiniz. Sonra bitdi. Bəli. O bir sayına baxmayıbsınız, eləmi? Xeyr, mən baxmam. Yaxşı. Mən Eyb, işləmişəm. Mən. eyb yox. İndi nə edəcəyik? Bugün atmışam ha qrupa. Ona baxacağıq. Qrupda nə var? Qrup. Hə, bunu atmışam. Deməli belə, qoy görüm kimdən başlayacağıq. İradə xanımdan başlayacağıq. İradə, Lalə, Müjgan, ondan Bəli. sonra Vüsalə, Təxminə bu ardıcılıqla. Bildiniz? Ardıcılığı yadda saxlayın. İradə xanım birinci sualı oxuyun, cavablandırın. Excel'də işçi kitabda name box sahəsi nə əks olunur? İşçi kitabın adı. Arkadaşlar, Lalə xanım siz. Mən səsim qırıq-qırıq gəldi. Mən başa düşə bilmədim. Birincini oxu, cavablandır. Mən səslər qırıq-qırıq gəldi. Başa düşə bilmədim. Deyirəm, birinci sualı oxu, cavablandır. Bildim mənim. MS Excel-də işçi kitabda name box sahəsində nə əks olunur? İşçi kitabın adı. Müjgan xanım, birinci sualı oxuyun, cavablandırın. Excel-də işçi kitabda name box sahəsində nə əks olunur? Qeyd olunmuş xananın ünvan adı. Bəli. Qeyd olunmuş xananın ünvanı olur. Arkadaşlar, işçi kitabın adı title barda yuxarısında əks olunur pəncərənin. Name boxda yox. Yaxşı, növbəti sual. Vüsalə xanım, ikinci sual. Görün, Vüsalə xanım deyirəm. Müayinə çıxdı yenidən. Deyin görüm. Ay Vüsalə. Arkadaş, bu yoxa çıxdı. Təxmin etsən cavablandır. Vüsalə xanım yoxa çıxdı. Deməli, Excel-də vərəqin gizlədilməsi necə icra olunur? Aha. Burada E variant home sales format hid on hid. Haydan hayt düzdür, düzdür. Yaxşı, üçüncü sualı kim cavablandırmaq istəyir? Təbii ki, Mən. İradə xanım cavablandıracaq. Bəli. Mənim bu dəftər götürüm, dəftərə yaza edeyim. Olar. Belə şifahi deyə bilmir. Onda hamı üçüncü sualın üzərində işləsin. Birdən İradə xanım səhv işləyər. Görüm o birlər düzmü işləyir. Deyim müəllim. Deyil. Birinci D9 xanasını hesablayırıq. Sam demək 5 üstəgəl bir dəqiqə S11 8 üstəgəl birinci average, birinci ortalamasını tapırıq, orta qiymətini. Demək 5 üstəgəl 2 üstəgəl 8 yazıram. Bölürəm 3-ə. 15-i bölürəm 3-ə 5. Onu tapdım Deməli 5. C12 xanası oldu 5. 5, bəli. Siz yazın müəllim, onda qarışmasın.
Mən Hə, yazmışam, narahat olmayın. hə, indi samı hesablayırıq. Samda 8-in üstünə gəlirik 5, Yazdım. 13. 13 Aha. də o aldı. Ondan sonra keçirik maksimum qiymətini tapırıq. C10 2 C10-dan E11-ə kimi. Ona görə bunu bizdən köçürməyimizi istəyir də, köçürürük. Demək, nəyi köçürürük? D10 xanasını. D10 xanasını köçürürük. Burada C olacaq. C D olacaq. C D Ha. olacaq. 9 dəyişməyəcək, çünki dollar işarəsi var qabağında. C də dəyişməyəcək, dollar var. Aha, 11 də 12 bilən olacaq. C dollar 9, daha doğrusu D dollar 9, çünki D Hə, ondan D11-ə köçürük. bəli. C də Və dollar dəyişməyəcək, olduğuna görə C dəyişmir, amma 11 12 olacaq. 12 olacaq. Əla, Hə. İndi qəşəng. bunu da hesablayırıq. Demək, Dollar. D 9. Hə. D 9-da 13-dür. Aha, 13-ü vururuq. Vurmadı ortadakı müəllim, düzdür. bəli, C 12. C 12 5-dir. bəli. 5 65. Ay son, əla. Bəli. Sonra maksimum tapırıq da. Demək C 10-dan Aha, C 10-dan E11-ə kimi maksimum elə 65-dir. bəli, bu da oldu 65. Əla, çox Bəli. gözəl gedirsiniz, halal Hə, olsun. indi samı hesablayırıq. Sam E9. E9-da var 65. Hı. E11-də də var yenə 65. Aha, Üst-üstə orada sam hesablamada üst-üstə gəlirik. Olacaq 130. bəs cavab? 130. Xeyr, burada 25 var. Mənfi 25, Hə, 100 oldu. Bəs axı burada hər şeyə fikir verdiniz. Burada qoşa nöqtədir axı. Nöqtəli hə. verdik. Qoşa nöqtə olduğuna görə Qoşu deyək. nöqtədir deyə hamısını Bax, burada götürdük. average-də ona fikir verdin. Hə, verdim, düzdür. Hə. Burada da hamısını götürəcəyik. Onda çıxırıq da 25-i çıxırıq. Aha, 105 qaldı. 105 Hə. qaldı. Diqqətli olardınız. O boyda əziyyət çəkəndən sonra səhv cavab aldığınızda üzüldüm. 4-ə Hə. baxırıq. 4. Lalə xanım. Lalə xanım, buradasınız? Bəli, burada. Cavablandırın 4-ü. Elektron cədvəldə diapazon nədir? Düzbucaqlı formasında sahəni təşkil edən xanalar toplusu. Bəli, bəli, düzdür. Yaxşı, növbəti sual Müjgan xanım, 5-ci sual. Bəli. Burada elə bilməm, dollar işarəsi olduğuna görə dəyişmir. Elə A. Aha, C1 xanasından C2 xanasına köçürəndə dollar olduğu kimi A qalır. Heç aslında dəyişmir. Bura B C2 olur, B2 olur. B2 olur. Aha. İndi nə Onda edirik? C variantı. Hansı variant? C variantı. C variantı. Düzdür, düzdür. Yaxşı, növbəti kim cavablandıracaq? Təbii ki, təxminə cavablandıracaq. Çünki Vüsalə xanım yoxa çıxıb. Roz B2, B6 diapazondakı sətirlərin sayı düsturu üzrə hesablamanın nəticəsi hansı olacaqdır? Mənim burada B2-dən B6-ya qədər olan sətirləri toplayırdıq hələ, yoxsa Niyə toplayırsan ki? Burada nə yazıldı? Mötərizəni oxudun. B2, Oxuduğunu anladın sən. sətirlərin sayı. Hə. Rozda nə edirdik, yadımdan çıxdı. Aybal, yazıb da nə diapazonu sətirlərin sayıda nətər yaz? Bildim ey müəllim. Aybal, say deyir də saya bilmirsən sən 5. sətri. Hə, şükür sənə ilahi. Arkadaşlar, növbəti. İradə xanım 7-ni cavablandırın. Düsturu nəyə hesablayır? C1-dən C10-a kimi olan oyuqları ədədlərin cəmini B variantı. Bəli, B variantı düzdür. 8. Aybal, bir adınızı çəkin də. Layla xanım. Müəllim, məndə 8-i göstərmir. Biraz aşağı eləyəcəm.
Abi telefonda deyil, telefonda ekranı dəyişkən görəcəksən. Ekranda Görsənir müəllim. məndə görünmür. Hə, Aybəla suala cavab ver. 6. 6. Yaxşı, düzdür. Müəllim 6. Hə, adanı deyirəm 6 düzdür. Mən səsiniz gəlmir. Dedim, Müjgan xanım. İndi mən bəli, Tamam, bir, səsiniz internetinizi gəlmir. düzəltdirin də, mən neyniyim onu? Hə, bir oyğunda yazılan düsturu D2 və D3 oyğlarına köçürdükdə D4 oyğunda alınan ədədin qiyməti neçə olacaq? aha. Sam deyəndə A1, C1-i diapazonunu götürürük. Hamısı yəni toplanır da mən burada. Birinci köçürməni elə də, ay Müjgan xanım. Birinci toplamanı neynirsən? Bəli, Birinci bəli, bəli. köçür də. Bəli, bunu keçirəndə D, A2, Aha, A2, S2, aha. Sonra, D3, o bir də köçürməliyik mənim. hətta deyir, deyir Daha ki, D3, D3 bəli. Onda yenə bir də A3, bir aha, də S3. ay sol. İndi de görək neynirik? Sam Birinci neynirik? sam toplayırıq. A1, Aha, C1 diapazon hamısını toplayırıq. toplayın gör neçə alınır? 11, 19, 23. Ay Müjgan xanım. Nə Bəli, deyir burada? A1, C1 diapazonunu topla. A1, C1 diapazonunda hansı xanalar yerləşir? Onları mənə de görüm. bəli, bəli, mən aşağı getdim. Bəli, 9, 10, Neçə oldu? 10. 10. O birisində Orada A2, S3 arasında. A2, 10. S2 daxil, S3 deyil. Bəli, 2, 3 oxşadı. A2, S2 arasındakını hesablandı. 2, 10, 15. Hı. O birisi də 13. O birisi də 13. İndi nə hesablamalıyıq? İndi D1, D3-ün maksimum olanı D1-dən Aha, D3. D1-dən D3 diapazonunda maksimum olanı 15. aha, düzdür. Düzdür. Keçsin növbətiyə 10-cu suala. 10-cu sual kimindir? Təxminənindir. Başda təxmin. Qankda neynirdik ki müəllim? Ay bax, dərsi niyə öyrənməyibsən bax? Və dərsi öyrənmirsən, gəlib burada maraqlı suallar ver. Count saymaq da, ədədləri sayır diapazonda. Da onları mən sənə deyəcəmsə, imtahanda kim deyəcək bunu? Dərsi dünən keçmişik, bu günə hazır deyilsən. De görüm. A2-dən C4-ə sayacağıq onu eləmi? Say. Beş. Bilmədim müəllim. Görürsən? Ay Rədə xanım, siz sayın heç olmazsa. Ha, mənim 5 dənə ədəbiyyatdan saymışam, hazırdır. Aha. Necə sayıdınız? Onu bir dənə Hə, göstərin. burada mətnlər sayılmır, dırnaq arasında olanlar sayılmır. 1, 5, 6, 8, 17, 22. 7, 14 da saymırıq çünki bizdən 5 istəmir. 5 dənədir. Hansılar sayıdınız? 1, 5, 6, Bir Aha. sayılır. 8, 7, 17, 22. Bu 5 olmadı axı. Bir ailə mədəd sayıdınız. 1, 2, 3. Bir dəqiqə müəllim nəyi soruşur bizdən? Qiyməti müəyyən edin. Hə, bircə dənə bunlar 1, 2, 3, 6. Hə də müəllim 1, 2, 1, 5, 6, 8, 6 dənə oldu. 8, 17, Gördünüz mü? 22. Ay Rədə xanım, elə deyil.
A2 xanasından başlayıb A2 Hə, xanasından aşağıdan başlayıram. C4 xanasına qədər olan, bax bu yaşlı rənglə Hə, göstərilən 5 dənə. A2-dən C4-ə qədər olan hissədə 5 dənə cəmi ədəd var. 5, 6, 8, 17, Hə. 22. Biri Dırnaq niyə sayırsınız? dırnaq sayılmır, true false sayılmır. Ə, Bir də mətnlər də ümumiyyətlə sayılmır. Ümumiyyətlə ədədləri saymaq Hə, funksiyası da bu ədədləri sayacaq. hə. Diqqətli olun. 11 Yaxşı, özümün də oxuyum. oxu işte görün. D1 xanasına düsturu E2. Demək, A olacaq B1, Bəyan. B dəyişmir, B2 olduğu kimi xanası. qalır. Yazın da müəllim mən dedikcə. Nə yazın? Hə, B1, B1 olmur axı. A1 B olacaqdı B2. B2. Çünki Ə, B1-dən E2-yə köçürük. Hə, B1, A1 düzdür. olacaqdı B2. Üstə Hə, gələk. dollar B2. Hı, aha, Hə, indi burdan bizdən B2 6, aha, üstə gələk, yenə 6, aha. 12. Bəli, düzdür. Növbəti sual. Layla xanım oxuyun görüm, oxuyun cavablandırın görüm 12-ci sualı. Elektron cədvəlin C11 xanasında göstərilən düstur C12 xanasına köçürüləndən sonra C13 xanasında alınan nəticəni tapın. Hı -hı. Burada C13-də gələk. C11 olur elə. Nə danışdınız? Deyin görüm. Hə, nə yazım? C11-dən C12-yə köçdük. Nə olacaq? Deyin görüm ailələr. C11 Nə? C11 olduğu kimi qalır. C13-də gələk C11. C10, C11 hardan çıxdı? Layla xanım, siz nə ayırırsınız? Nəyə hara köçürürsünüz? Xəbəriniz var? Yalanan variant atmayın. Bilirsinizsə deyin köçürün. Bilmirsinizsə deyin özümüz köçürək. Yəni C11 yaxın deyim. Baxdım təmiz. C11 bax bu xanadır. Bu düsturun olduğu xanadır. Buradakı 12 düstur deyir C12-yə bərabərlik qoyduğum xanaya köçürəcəksən. C11-i C12-yə. Sadəcə rəqəm bir ədəd bir vahid böyüyüb. B12 olacaqdır B13 minus. Dollar olduğuna görə A ilə 11-ə dəyilməyəcək. Bunu yazdım. İndi heç olmasa hesablamanı özünə apar. 4 üstə gələk. 4-ü necə aldın? 4. Ailədə 4-ü nətər aldın bala? Hə? Mənim səsiniz donur yenə. Deyirəm B13 4-ü nətər 4 aldın? çıxaq. Nə? B13-ün altındakı 4. Ay bala, cavablar de mənə. C11-də nə alırsan? Bax, burada düsturu hesabladın. Cavab neçə alındı? C11-i hesabladın. Cavab nə alındı? Ha? Allahım yarabbim. Ay bala, siz insan değilsinizmi? Bir cavab verin də. Deyim mi? Müjgan xanım deyin. B12 7'dir. A11 də 3'dür. Çıxanda B12 hardan 7 oldu? 5 mənə B12 budur, 5'dir. 5'dir. Düzəltdi. Hə. A11 neçədir? 3'dür. 3'dür. Nə 5'dən 3 alındı? çıxır 2. 2 qalır. Sonra B13 4'dür.
4'dür. Çıxırıq 3. Burada Aha, qalır 1. aha. Toplayanda da 3. 3 eləyir. Gördünüz? 13'ü kim cavablandırasıydı? Müjgan Mən, xanım. bəli. 13'ü cavablandırın. Mən burada elə bir E2 16-dır. E7 ilə E5-i toplayanda 8. 16-nı 8-ə böləndə 2. Bəli, bəli. Doğru cavabdır. 14. Təxminən cavablandır bala. Verilmiş funksiyada qoşun nöqtəli vergül ilə əvəz olunsa, alınan nəticə əvvəlki nəticədən nə qədər fərqlənər? Hı -hı. Burada summa 1 B2. Ee, 24 ilə 2-ni toplayırıq. Burada 26. Niyə? İzah elə. A1. Niyə? Qoşun nöqtəli vergül ilə əvəz olunsa deyir də müəllim, ona görə Yox, doğru mu? izah elə Onun də dəxlisi qızım. yoxdur mu ona? Nə? Sən dediyin izah deyil, izah elə. Ki necə elədin, o alınır. Bunda toplama deyilmi? Sam toplamadır, amma deyir Bəli. A1-dən B2-yə qədər olan diapazona bu çərçivənin içindəkilər topla deyir. Onda 12 ilə 24-ü toplayırıq A1-dən B2-yə. 12, 24, 2, 3. Bunlar hamısını toplayırıq, Kim eləmi? bilir bunu? Kim eləyə bilər? Mən eləyə bilərəm. Deyəm, İradə xanım. Müəllim, burada 2 nöqtə olanda hamısını toplayırıq, 4-ünü də. Aha. 12 üstəgəl 24. Elədi 36, 5 də oradan 41. Düzdür? 41. Aha. 41-i qoyuruq qırağa. İndi bizə deyir ki, nöqtəli vergül qoy. A1-dən B2. A1 nədir? 12. Üstə gəlirik B2, 3. 15 Aha. elədi. 41-dən 15-ini çıxırıq. O aradakı fərqi istəyir də. 26. Yəni sırf nəticə olaraq 26 çıxartmaq deyil burada məqsəd. Başa düşməkdir ki, sabah başqa diapazon verəndə nə edəcəksiniz? Bunu mən birbaşa çıxarışını sizə demişdim. Təbii ki, demişdim ki, ad nədir? Sənin diapazonun, bax birinci diapazonun A1, B2 diapazonu A1 plus A2 plus B1 plus B2'dir. İkinci diapazon nöqtəvergül A1 ilə B2 olur. A1 plus B2 olur. Sən də deyəndə bunları çıx, yerdə qalır neçə? A2 plus B1. Ona görə demişdim ki, 24 ilə 2-ni topla 26. Amma demirəm ki, elə burada belə yazıb deyə 24 ilə 2-ni topla. Bir onun izahını vermək lazım ki, bu necə oldu ki, bununla bunu topladıq son nəticədə. Növbətiyə baxacağıq. Mənim sıramdır. 15. Aha, 15 deyin. Doğru hökmləri seçin. Diaqram əsasına qurulduğu verilənlər eyni iş vərəqinə yerləşə bilər. İş vərəqi 214 sütundan ibarət. 200% düzdür. İş vərəqi 214 sütundan ibarətdir. İş kitabı 250 iş vərəqinə çox ola bilər. 3 səhvdir. 255-dən çox ola bilməz axı. Səhv eləmirəmsə. Yox, İradə xanım, uca səhv elədiniz. Ha. Uca çoxu səhv elədiniz. Bildim. 1 də doğrudur, 2 də doğrudur, 1, 3 2, də 3. doğrudur. 1, 2, 3. 3 də doğrudur, 4 də doğrudur. 4 də diaqram qurulduğu verilənlər eyni iş vərəqinə yerləşməkdə bilər. Diaqramı biz ayrıca Fərqli vərəqdə də biləndə- verə bilirik. Belə bir şeydir. Bax, diaqram Aha. görsün. Bax, burada belədir. Insert chart verəcəm. Məsələn, bir dənə belə chart verdim. İndi burada diaqram niyə görmür? Çünki içində yazı yoxdur. Düzdür? Bəli. Siz bunu move chart verib new sheet. Bax, başqa iş vərəqində. Sheet 1-da onu yaratmışdıq. Güya indi nədir? Chart 1-dadır. Başqa iş vərəqindədir. Hı. Verilənlərlə eyni iş vərəqində olmaya da bilər. Çünki bu dəfə diaqram vərəqində olmuş olur. Demək hamısı düzdür onda. Hamısı düzdür bunlar. Bəli. 16. Lalə xanım. A1, A2, A3, A4, A5 xanalarındakı ədədlərdən ən böyüyünü tapmaq üçün hansı düsturdan istifadə etmək lazımdır? Hı -hı. Maksimum A1 A variantı. Düzdür. 17 Müjgan xanım. Excel'də home editing fill əmrindən istifadə etməklə seçilmiş xanaları doldurmaq olar. Hı -hı. Seçilmiş xanaların birincisine daxil edilmiş verilənlərlə
Bəli, düzdür. 18 təxminən. Gəl görüm balam. Excel elektron cədvəlində verilmiş fraqmentin əsasən C14 xanasındakı nəticəni tapın. Max burada mənim ən böyük olanı götürürük. A12-də deməli 1-dir, A14-də 6, burada 6-nı götürəcəyik. Aha. Kanatda dediyi saymadır. B12-də 2-dir, B14-də 8. 3 dənədir, 3 yazırıq. C12, C13-də vururuq 18 altta föyüd. Bu düzdür. 19 Excel 2019 cədvəlində B3 E9 diapazonu neçə sətir daxildir? 7. düzdür. 20 Allahım yarabbim. Ay Layla, sizin sıranızdır. Cədvəllərə süzgəc təyin etmək üçün hansı lent tabından istifadə olunur? Hı -hı. Data. Bəli, düzdür. 21 Müjgan xanımın payına düşdü. Asan bir sualdır. Verilmiş elektron cədvəl fraqmentinə əsasən C14 xanası nəticəsini tapın. Hı -hı. Average ədədi ortadır. A12, A14 diapazonda elə bil ki 12 3-ə böləcək 4. Aha, əla. İkincidə maksimum B12, B14-də maksimum 8. Aha. C13-ü C12-yə böləcəyik. C13 neçə demişdim ay müəllim yadımdan çıxdı. 8 demişdiniz. 8, o birisi də 4 böləndə 2. Bəli. İndi 22-ci sual. Aha. Mənə müəllim. Aha, sənsən. Print sub əmri harda yerləşir? Faylda. Faylda, düzdür. 23 gəlir. 23-də. Məndəyim. Aha. Bir dəqiqə müəllim baxım, bir dəqiqə. Demək, C variantına uyğun gəlir ay müəllim. 2, 4, 6, 8, 7, 3. 2, 4, 6, 8, 7, 3. Orası düzdür. İkinci cərgədə 5, 2, 3, 6, 5, 2, 3, 6, 8 və 4. Bəli, düzdür. 24. Verilmiş elektron cədvəl fraqmentinə əsasən C15 xanası nəticəsini tapın. Hı -hı. B13 ilə 5, B15 8, 4-dür. Ədədi orta 4-dür. 13 ilə 15-dən 15-dir. Toplayanda da C14-dür. B13, B14-dən nətər ədəd Birini ortamı 8 4 aldınız? tapın. Bir dənə onu zəhmət olmasa izah edeyim, mən də bilim. B13, B15 diapazonunda ədəd orta necə 4 aldınız? Ayət mən bir dəqiqə bağışlayın. B13 4, B15-də 3, 3 onda 5. Ay Layla xanım, nöqtəli vergüldə qoşa nöqtə daxilınıza gələn 3 onda 5. variantlar nə deyirsiniz? Variant atmayın da heç olmasa. Variant atmayın. Deyim mi? Bəli, deyin. Mən birinci elə bil ki, ədədi orta B13, B15-ə gələndə toplayırıq. 15 eləyir. 3-ə bölürük 5. Aha, Maksimum A13, A15-də də maksimum 6. Toplayanda 11. bəli. Budur. Növbəti keçdik 25-ci suala. Çox zəif gedir, çox pis. 25 kim payına düşüb? Mən Hə, deyin görək. B1, A1, elə bir B1, 4, üstə gələk 1, vurulsun 5, 30. 30. Aha, sonra İkinci də sonra bu da B1 ilə A1-i toplayırıq. 3-ə vururuq.
15. Bu birisi tərəfdə Cavab siyahının altında 15. 15. Bir-birimiz 5. Üstəgələk 1. Üstəgələk x, yəni 5x Hı -hı. bərabərdir. Demir telefon parçası daraldı. 5 mən bunu götürürük. 30, 15, 15'e götürürük. 15. İndi izah edin nəyə görə bunu 15 götürürük. Elə bil ki 15, 30, 15, 15. Niyə? Niyəsini tam deyə bilməyəcəm, Ha, amma onda atmaq çıxır axı o. şey Niyəsini atmaq bilmirəm. deyil. Yaxşı, onda izah edin. Bu şeydə görə 25 50 faizdir. Ona görə bu 25 faizlərə baxırıq ki, 2-dən İzah 25. edin də. Tutaq ki, biz başımız çıxmır. İzah edin ki, niyə elə götürdünüz? Onu tam Öz başa düşdüyünüz kimi deyin də. diaqramda elə bir 50% var, 25%. Aha. Yəni ki, bu birisi tərəfdə 10 qədər olsun deyə 25% verir. O qədər olsun deyə burada o pişi 100 edir. Onda burada 100-ü düzəltmək üçün 15 kifayət eləmir axı. Birazca məntiqlə fikirləşin. Görün nə danışırsınız. Amma onu siz izah eləyin də orasını bilərik. Görürsüz? Eyni qədər yox, eyni nisbətdə. Burada 50%, 25%-dən 2 dəfə böyükdür. Aldığın ədədlərdən biri 30-dur, digəri 15-dir. 30 da 15-dən 2 dəfə böyükdür. Deməli, 50% 30-a mütənasib olacaqdır. 25% də 15-ə. Yerdə bir dənə 25-imiz qalır. Deməli, o da 15-ə mütənasib ədəd verəcək. Sizdə baxsınız, burada B2 xanasında hesablama nəticəsindən 5 plus 5x alınır. Bu deməli 15-ə bərabər olmalıdır. X-in qiyməti də 2 vermiş olur. Nisbətlərə fikir veririk. Yaxşı, 26-cı suala baxaq. Əminə. Ben. Sort sıralı əmri harda yerləşir? Data. Doğrudur. Demək, Yaxşı. Bu hə. yenə mənə bundan düşdü. Bir dəqiqə baxım. Biraz müəllim aşağıda eləyin. Hı -hı. Bu tərəfdə Bu də. tərəfdən yuxarıda edir. D variantı da əgər səhv baxmadımsa. O tərəfə çox diqqətlə 3, baxmadım. 5, 6, 7, 8-ə görə düz. 9, 8, Ha. 6, 5, 3, 2. 9, 8, 6, 5, 3, 2. Bu da düzdür. D variantı. Nailə xanım, gəlin görək bu asan suallardan biri də gəldi. Bu dəfə işləməlisiniz. Allahım yarabbim. Mən işləyim müəllim. Nailə yoxa çıxdı. İradə xanım cavablandırın. A2, A14. 1, 5, 6 toplayırıq 12. Bölürük 3-ə. 4 edir o. Sonra bizdən B12, B14-də minimum istəyir. O da 2-dir. Sonra da onları toplamağı deyir. Toplayırıq. Birinciyə nə demişdim mən? 4. Üstə gəlir 2, 6. Yaxşı, 29. Bəli. Deyin görək. Yenə bayaqlarki kimi hesablama. Bir üzərinə gəlsin. B1, 4 üstə gəlsin. 1 vurulsun 3. 5, 6 vuraq. Yox, 5, 15, 16. Sonra bu birisi tərəfdə 4 çıxılsın 1, 3. 3-ü 4-ə 12. 4-ün üçün 8. Aha. 8. Bu birisi tərəfdə də 4 2-yə bölürük 2. Üzərinə gəlsin 2x bərabərdir. Yenə 8-ə bayaqlı kimi 16. O birisindən 2 dəfə böyük. 2x 6 3-ə bərabərdir. Bəli, düzdür. Təxminlə cavablandır görək 30-u. Excel cədvəlindəki mətni Word cədvəlinə necə köçürmək olar?
Excel cədvəlindəki mətni mübadilə buferinə köçürüb Word-səninə əlavə etməklə. Düzdür, düzdür. 31, İradə xanım. Bəli, elektron cədvəl fraqmenti verilmişdi. Bu cədvəl əsasında aşağıdakı diaqram qurulmuşdu. Nəsə diaqrama baxırıq. C variantı. Evini yıxdınız. Aha. Ay müəllim, bax bu yumrunu bilirəm ki, pi deyilir. Aydın, bəli. Hə, amma ondan sonrakını qatdım. Qatdım deyəndə, orada neçə hissədən ibarətdir bu payımız? 3. B12, B2, C3 diapazonda neçə xana var? Ha, çox gedir. Hə, bildim. Neçə xana var konkret çox deyəndə? Hə, B, C. 2 oradan, 2 də oradan 4. 4. Elə. İndi bax gör hansı? Burada hə, A variantına uyğun gəlir də. Sən olmalıdır, bəli. Müjgan xanım 32. İş vərəqinin adında hansı işarə istifadə etmək olmaz? Hı -hı. Mən bu kvadrat mötərizə Bəli, düzdür. Təxminən 33. B3 xanasında olan düsturunu B2 xanasına köçürdükdə hansı düstur alınacaq? Hı -hı. Burada mən birinci tərəf olduğu kimi qalır da. Aha. Ona görə C, B, D çıxır. Aynen E qalır. Plus 2, D3. A variantıdır. Bax, C2 dəyişmir. Bəli, dəyişmir. Amma D3 D2-yə çevrilir. D2, Bəli, bəli. çünki bir var Plus 2 də olduğu kimi A qalır variantı. elə. Bəli. Yaxşı. Lalə xanım bayaqdan yox idi, indi gəlibdir. 34 cavablandır görüm. Cədvəldə verilənlərə görə A6 xanasının qiyməti nəyə bərabər olar? Hı -hı. A2-dən C4-ə kimi şeydir. Hesablayırıq. Hesablayın. 2, 3, yedi. Nətər hesabladın? Hansı B, ədədləri hesabladın mənə de. 5, 21, 10, 23. Ay balam. Sən bayaq mən bunu izah eləyəndə, İradə xanım deyəndə, evdə yatmağa getmişdin. Sən deyir A2, C4 diapazonu. A2, C4 Mən diapazonu bilirəm ki, A2-dən necə başlayır danışdığınızı C4-ə qədər gedir. Ən azından şəkil görünür ki, tutaq ki, səsin batıb da, ən azından şəkil görünür ki, bax bu hissəni mən rəngləndirmişəm. Bu diapazona baxmaq lazımdır. A2, C4 diapazonu A1 xanasının nə işi var? Ha? Heç ona fikir verirsiniz. Burada 21, 23, 10 və 19. Cavab variantı heç yoxdur. Çünki niyə xanaların hansıdası da ədədi bu 100% bu B3 xanasındakı ədəd istəmədən pozulur. Yəni silmişəm. Nə eləmişəm bilmirəm. 4 dənə burada ədəd var. Ona görə də cavabımız olacaq 4. Deyəcəksən variantda yoxdur. Variantda olmamanın səbəbi o ki, ədədi pozmuşam. İstəyərək eləməmişəm. oxuyum cədvəlin Müəllim, Bəli. orada dediniz ki 5 niyə götürülmür? 5 A1 xanasındadır. Bu A2, C4 diapazonudur. Ay bala, 5 niyə götürülsün? Bildim. Hə. 35. cədvəlin minimal Mənim növbəm idi, struktur Əsrə. Layla xanımdan sonra mən deyildim. Yox, Layla xanım ki, çıxmışdı. Əlavə qoşmuşdu. Ona görə yerini dəyişdi. Aha, Oxuyun. oxuyun. Cədvəlin minimal struktur vahidi nə təşkil edir? Xana. Kanal. Müjgan xanım, siz də 36-nı oxuyarsınız. Bəli. Doğru hökmləri seçin. Kitaba yeni vərəq fayl tabından əlavə olunur. Aha, Vərəq 10 tabıdır, bu səhvdir. aha, sonra.
İkinci vərəqdə bu qədər sütun var. Diaqram sayda diaqram əsasında 5 səhvdir. Maksimal çap miqyası 400 olmalıdır. 5 səhv. Aha. Diaqram əsas quruluşu verilənləri eyni iş vərəqində yerləşməyə bilər. 2, 3, 4 B variantı. İki, üç, dört. Bəli. 2, 3, 4 doğru cavabdır. Hə. Mənim Bəli. Excel 2019-u nəyə çap etmək olmaz? Qeyd Hı. edeyim ki, sahədən fərqli sahəni. Excel 2019-da nəyi çap etmək olmaz? Sən dedin ki, qeyd edilmiş sahədən fərqli sahəni. Fərqli Doğru sahəni. dedin. 38. Excel-də aşağıdakı ünvanlardan bir Layla xanım idi. Hə, Layla xanım bu cavablandırsın da. Excel-də aşağıdakı ünvanlardan hansı nisbi ünvandır? Hı-hı. B, D-Y mütləq ünvandır. C variantı. Hı-hı. C müəllim. C nədir? Bir də A variantda nisbi ünvanda. İçində dollar yoxdursa da nisbi ünvandır. B səhvdir. Ümumiyyətlə elə ünvan ola bilməz. E mütləq ünvandır. C ilə D də qarışıq ünvandır. 39. Kimin payına düşdü? Kimin Oxuyuram. payına düşdü? A, oxuyun. Birinci köçürməni edirik. B13 olur. B13. Aha. O birisi də olduğu kimi qalır. Dollar var qarşısında. Aha. Müəllim yazın da oradan. Yazmama ehtiyac yoxdur. Hə, Bu bayaq işlədiyiniz sualdır. Təkrar çıx hə. qabağına. Onda qoy özüm yazım çünki. 5-dən 3-ü çıxırıq. Aha. 2. Aha. Hə. Ondan sonra da 4-dən də 3-ü çıxırıq 1. Aha. Sonra 2-nin üstə 1 gəlir 3. Bəli. 40. Asan bir sualdır. Qoca kimin payına düşürdü? Müjgan xanım Bəli. cavablandırın. Bəli. Deyir fən fizika və il 1960 şərtlərini ödəyən sətirlərin sayını müəyyən edin. Hı-hı. 1960-dan böyük olanları, bərabər olanları götürəcəyik. Aha. 3-ü götürürük. Yəni 3-cü yuxarıda 3 bir dənə fizika olan. başdan, hə, 3-cü sətri götürdük. Bəli. Fizika 3. 1, 7-ci fizika 69-dur. Fizika. Bəli, 69. 7. Bir də 9 fizika 1962. Fizika 1962, aha. Bir də 10 fizika 1960 da bərabərdir, deyil, daxildir. 10, 1960 da ola bilər. Fizika. Bəli. Daha yoxdur mənim, o birisi də kiçikdir. Sayırıq 1, 2, 3, 4. 4 dənə Aha. sayını sor. Bəli, sayını deyir 4 dənədir. Düzdür. Keçdik 41-ə. Nisbi ünvanı mütləq ünvana çevirmək üçün hansı düymədən istifadə olunur? F4. Bəli, düzdür. 42. Lalə xanım burdadır yoxsa mənim növbəmdir? Mən qarışdırdım. Buradadır, buradadır. Backspace əmri vasitəsilə sətri və ya sütunu silmək olar. Silmiş və yuxarı. Aha. Bir səhvdir. Bir səhvdir. Sonra 2 düzdür. 2 düzdür. 3. Bu sətri seçilir. Yox, 2 səhv. 3 düzdür. 3-ün düz olmağı düzdür, amma 2 səhvdir. Sonra 4 səhvdir. 5 düzdür, bir də 6 düzdür. Deməli belə, neçə oldu? Hansı variant?
3, 5, 6. E variantı. Düzdür, düzdür. 43. Elektron cədvəldə sum A2, A4 düsturun qiyməti 16-ya bərabərdir. Əgər average A1 düsturun qiyməti hansının qiyməti neçə olar? Ay mənim burada A1-in qiymətini necə tapırıq? Mən biraz qarışdırdım bunu. Yəni, orada A1-in qiymətini tapmaya ehtiyac yoxdur. Bəs A1, A4 A1-i soruşur diapazonda axı. A1, A4 diapazonu 4 dənə xana var. Birbaşa tapırıq axı. 4 xana var. Ədədi ortası 5-dirsə də. Biz də qəbul edək ki, 4 xanada da oldu. 5-i 4-ə vuruq eləyir 20. Düzdür? Bəli, bəli. A2, A4 diapazonunda bunların cəmi 16 olduğuna görə 20-dən 16 çıxacaqsınız. Neçə qalacaqdır? 4. 4 qalacaqdır. Məsələ də buradan irəli gəlir. Yəni birinci səfərdir bu tipdən işləyirəm. Heç ona görə qabağıma O çıxmır. qədər də mənalı bir şey deyil. Baxmayaraq ki, qəbul sualdır. Mənasızlığı bilirsiniz nədir? A1, A4 diapazonunda xanaların 4-ü də Dolu dolu olmaya bilər. olsa bu keçərli bir şeydir. Amma Amma bir bir də məsələ xəyali var bir ki, şeydir. bəli, Xəyali bir şeydir. Xəyali bir şeydir. Bir var cədvəl qarşımızda olar və ona əsasən eləyək. Bir də var biraz xəyal edirik ki, belə ola bilər. xəyal eləyir, amma bir şey var ki, bu xəyalı səhv də çıxartmaq olar. Çünki A2, A4 diapazonunda cəm 16-dırsa da, bəlkə elə bircə dənə A4 xanasında 16 var, ona görə cəm 16-dır. O birlər heç boşdular. Elə də olanda əslində qalsa 2 ədədin ədəd ortası 5 veribdirsə də, onunla -6, yəni A1 xanasında -6 da olsa, cavab 5 çıxa bilər. Yəni bəzən suallar tərtib edilərkən onu tərtib edənlər dərin düşünmürlər, çox dayaz düşünürlər. Onun da nəticəsində belə səhv suallar ortaya çıxır. 44-ə baxaq. Növbədəki Müjgan xanım olmalıdır. Elektron cədvəldə 12 xanadan ibarət diapazon seçilmişdir. Uyğun diapazon aşağıdakılardan hansıdır? Burada birinci sətri tapıb, bir də xanaların sayını vuranda tapılır. Sətri sütuna vurursunuz, xanaların sayı tapılır. Bəli. 6-dan B, C, D, var. 6-dan 4. Mən burada 6-dan 2 çıxdı 4, üstə bir gəndə 5 eləyir. 2, 5, 2, 3. B variantı mənim. B variantında A-da nəyə qədər 5? 12 5-in misli deyil axı. Xeyr, bəli, mən çaşdım. Deyə C bilərəm mən. variantıdır. C-dir. Sağ olun. Nədir? 45 kimdədir? Cavablandırsın. Təxminədədir. 45 cavablandırın. View görünüş tabının Windows Lent qrupuna daxil olan düymə və əmrlər vasitəsilə icrası mümkün olan əməliyyatları seçin. Pəncərəni müxtəlif ölçülü bir neçə sahəyə ayırmaq. Bu düzdür. Aha. Cədvəlin birinci sətrini doldurmaq. Dondurmaq. Cədvəlin birinci Dondurmaq. Dondurmaq. Hə, bu düzdür. İş vərəqəni gizlətmək, göstərmək. Aha. Bu yox idi. Səhv eləmirəmsə bu deyil idi. İş sahəsini yadda saxlamaq. Cədvəli yadda saxlamaq. İş kitabını gizlətmək, göstərmək. İş vərəqini torpaqlarını gizlətmək, göstərmək. Burada iş kitabını gizlətmək, göstərmək idi deməli. 1, 2, 6. 1, 2, 6 düzdür. Düzdür. 46. Lalə xanım sizin payınız. Əmrim eləyim mən. Bu 47 gün Lalə nə xanım cavab versin də. Verilmiş elektron cədvəl proqramı əsasən D14 xanasının qiymətini tapın. Aha. Sam 12, C12, C12 A12 ilə A14-dür. A12 1-dir. A14 6-dır. Aha. 3.5 ədəd orta. Ay Lalə xanım. Düzdür. Adam eyni şeyi neçə dəfə səhv eləyə bilər. A12, A14 diapazonunda hansı ədədlər yerləşir?
A12, A14 diapazonda hansı ədədlər yerləşir? 1, 1 6. yerləşir, 5 yerləşir, 6. Bunların ədəd ortası 4'dür. Eyni 4. şey təkrar-təkrar səhv eləməyin də. Bir diqqətli olun görün cəmaət nətər işləyir. Sizin yerinizə burada işləməyə baxmayın, imtahanda xeyli başqası gəlib işləməyəcək. Çünki niyə A12, A14-də arada qoşa nöqtə qoyulub? Diapazondur. Diapazonsa A12, A13, A14 bu üç xananı da götürmək lazımdır. Buradadır 4. Hava A14, B12, A14-dən A14'ü köyə qoydunuz, əsasa qoydunuz. B12 də nədir bunun qüvvəti? 6 üstü 2 neçə eləyir? 36. 36. Ay sağ ol. İndi deyir 36 ilə 4 topla, o da neçə verəcəkdir? 40. 47. 47-yə baxaq. Excel 2019 proqramında yadda saxlanan fail necə adlanır? Kitab. Kitab düzdür. 48. Şəklin ölçüsünü dəyişmək üçün ona hansı üsulla seçmək olar? Vərəqin şəkli olan diapazonu seçməklə. Şəklin üstünə mousun sol düyməsinə bir dəfə klikləməklə. Seçməyə nə var ki, üstə klik vurursunuz, seçilir. 49. Cədvəl fraqmentinə əsasən D4 xanasının qiymətini hesablayın. Over. Mənim kognitiv deyilirdi yadımdan çıxdı. Şərti ödəyənlər sayır. Şərt ödəyənlər sayır. A1, D3. Burada sayırıq 10 dənə, 10 2-dən böyükdür. Yox, böyükdür. Amma burada 2-ni böyük yazmaq. Birdən kiçiklər. 2-dən kiçiklər. A1, D3 diapazonda 2-dən kiçik ədədlər nədir? Bir dənə birlərdir. O da neçə dənədir? Bəli. 1, 6 2, 3, dənə. 4, 5, bəli, 6 dənədir. A2 xanasında da 2 yazıb. 2 üstü 6 neçədir? 64. 50-ci sual. B2 E9 diapazonu neçə sütun var? Aha. 4. B2 9 diapazonda 4 dənə BCD. Bəli, düzdür. 51. 51. Mənim elə bil. Hı. Elektron cədvəl işi zamanı A1 xanasında D3, D2 düsturu yazılmışdır. A1 xanasının B2 xanasına köçürüldükdən sonraki düsturu D3'dür. Burada A1'də B2'ye keçibdə dəyişir. D-dən E-yə keçir. Hı -hı. E4. O birisi dollar D öz olduğu kimi qalır. D2, D3 olur. Nə oldu variant? A variantı A variantı. Deməli D3 oldu. E4. Hərəsi bir addım sürüşdü. O D-də birisi dəyişmədi. D2 də oldu D3. Olar. Sonra 52. 52. Mənəm əli. İş Sensin. kitab mənəm. Mənəm əli. Bəli, üçe. İş kitabında Biriniz cevaplandırın heç nə. iş kitabında iş vərəqlərini silmək üçün hansı lent tabından istifadə etmək olar? Hı -hı. Ha, ne oldu? Ay, bala yarım saat gözləmədə vaxtımız gəlir. Home tabıdır. 53. View tabının əmrlər vasitəsilə icrası mümkün olan əməliyyatları seçin. Yəni burada ümumi soruşur da heç bir şey demir. Ha, İş view'unu kitabını gizlətmək, göstərmək. Bir var. Sonra Home. iş kitabını gizlətmək, göstərmək. Sənədin görünüş rejimlərini dəyişmək. Ha. Bəli, görünüş rejimlərdə viewdadır. İş vərəqini gizlətmək, vərəq burada deyil. Sonra iş kitabını yadda saxlamaq var. 1, 2, 4.
Düstur səthini gizlətmək, göstərmək. Bir dənə bunu qərarsızdan müəllim, bunu bilmirəm İş dəqiq. kitabı nətər yadda saxlayacaqsınız videodan ay İradə İş xanım? kitabını dedim müəllim iş kitabını. Hə, dedim Dediniz hə. ki, Hə, 4. hə. Hə, yox, 4 yox. İş vərəqinin adını dəyişmək, iş vərəqinin tor xəttlər də var. Demək 1 2 sonra 1 2 1 2 5 7 1, 2, 5, 7. 7. Düzdür. Sonra 54. Ay müəllim, bunu siz eləyin. Mən bunu eləyə bilməyəcəm. Orada nə deyir ki, C1-dən deyir C3-ə köçür. Da C1-dən C3-ə köçürəndə nə olacaqdır? Sizin A1-niz A3 olacaqdır. İfimizdə də A1 yenə A3 ilə əvəz olundu. B elə B olaraq qalır, amma dollar olduğuna görə 2-nin xətrinə dəymirik. A2 olacaqdır A4. B1 olacaqdır B3. Üstünə də 2 gəldik. Yəni birinci, C3 xanasını soruşur ki, orada hansı qiymət alınır? A3 xanasına neçə yazılıbdır? 7. Üstə gəlir. A3, yəni 7 B2-dən böyükdürmü? Bəli, böyükdür. Ona nə edirik? A2 tərəfi, A4 tərəfini götürürük. A4 xanasına neçədir? 5. Sonra nə edirsən? Üstünə də buradan 2 gəlirsən. Bu ayrıca verilibdir. 7 plus 5 plus 2 nə vermiş olur? 14 vermiş olur. Başqa bir şərt də burada qoyulmuşdur. C1-i C3-ə köçürəndə nə olacaqdır deyir. Heç C2 xanasından istifadə də olunmadı. Zaten verilən qiymətlərlə istifadə olunması məntiqli də deyildi. Nəsə, keçək növbətiyə. Növbətin kim cavablandıracaq? Mənəm, Təhlil mənəm. cavablandır. Homeland tabında olan Alaycın qrupundakı hansı əmrlər şaqili düzləndirmə əmrləridir? Burada üçüncü olandır. Bəli. Müəllim, 2 nə 56. idi? 2 hansı idi bəs? İki orientasiyadır. İstiqamətidir. 56 Mən də mən demək Lalə burada xanım bu cavablandırsa bayaqdan yaxşı. rahat edir. Nəyi müəllim? Həm də 56-ını cavablandırar bunu. verilmiş cədvəl fraqmentinə əsasən A6 xanasının qiyməti nəyə bərabərdir? Aha. A1-dən A1 C3-ə, A1-dən C3-ə, B3. Amma təmiz qaçıramayıb, belə cavab verə bilmirəm. Ümumiyyətlə başqa cür də cavab verə bilməyəcəksən. Çünki bilmirsən, dərsi öyrənməyibsən. Bəhanə axtarma. İradə xanım siz deyin. Öyrənən adam hər halda cavab verir. Mən burada produkt vurmaqdır da, səhv Hı. eləmirəmsə. Bəli. A1 C3 bizdən istəyir. A1-dən C3-ə baxırıq. Burada 2 3 5 var rəqəm. Ədəd. 2-ni 3-ə vururuq, 5-ə vururuq 30. Aha. 30-u yazıram qırağa. Sonra bizdən A5-i deyir. A5 də 2-dir. 30-u da vuram 2-yə 60. Sonra da C5. C5 nədir? C5 də 5-dir. Sonra da 60-ı da 5-ə vururam. Bəli. Görürsüz? Güya mürəkkəb bir şey var. 57. Cavablandırın görün. Elektron cədvəldə xanaların hansı formatlaşdırma əməliyyatını tətbiq etmək mümkün deyil? Xananın fonunu rəngləndirmək olur, mətni düzənləndirmək, xananın sərhədi. B variantını mən dəqiq. Yox, əməlim, xananı 2 yerə bölmək olmaz. Bəli, xananı 2 yerə bölmək olmaz. Əlli səkkiz. Mənəm. Hə. Cədvəl fraqmentinə əsasən C7 xanasının qiymətini müəyyən edin. Hı. C7.
Deməli, kanatda dedik ki, sayırıq da eləməlim. Aha. Deməli, burada olacaq B2, D5, 6, 3, 9, 2, 0, 5, o pişi. B2, D5, 6, 3, 2, 9, 0. Bəli, 5 dənə burada ədəd var. Düzdür, 5 dənə ədəd var. Sonra 59. İradə xanım, özünüz götürün, həll edin. Birinci həll edirik. Demək, A2 S2, A2 S2. Hı -hı. Bir-bir həll edək də müəllim onda. Burada A1-də 5-dir. 5-i vururuq B1-ə. B1 də 16-dır. Üstə gəlirik S1-i. O da 30-dur. Ay müəllim, bəs o 1,5 nədir? A2-də. 1,5'ə vurursan da. Sonra da ona vururuq. Orada yox, birinci vurmalar yerinə yetirilir, ondan sonra toplamalarda. Yəni riyazi qaydalar. 5-i 16-nı 5-ə vururuq. 80. Aha. Sonra 80-i də 1,5-ə vururuq. 80 1,5'ə vurmuyor. Orada C1'i 1,5'ə vurur. Arkadaşlar. 30'u 1,5'ə vurub 45 av. 80 45 toplayıb 125 edir. Nətər hesab? 125. Sonra A1-i S1-ə vurur. 5-i 30-a vurur. 150. Sonra da bölür 16-ya. Burada 16'ya böl yazmıyor. Bölə 2 yazıbdır. Siz Bir nə 2 yazıb. görürsünüz? Hara baxırsınız? Ay, düzdür. 150-ni 2-yə bölür 75. Hı. Onu da tapdıq 75. Sonra A1. A1 5-dir. Vururuq B1-ə. Yəni 16-ya. Bayaq vurmuşduq 80 idi. Sonra 80-dən də çıxırıq S1-i. 80-dən də 30-a çıxır, 50 də odur. Aha. İndi bu diapazonlara hansı uyğun gəlir, onu tapmalıyıq. Sonra da bunları faizə çevirməliyik də, müəllim səhv eləmirəm. Bəli, faizi necə çeviririk? Hə? Yadımdan çıxmır az. Faizi hamısını topluyorsunuz. 125, 125, Hə. 200, neçə? 100-ə 50. bərabərləşdirir. Bu 100 faizdirsə də 125 eləyəcəkdir x, yəni 50 Sonra da faiz. qarşı-qarşıya vururuq. 50 faiz. Sonra 75 olur 30 faiz. 50 də olur 20 faiz. Onda da ardıcılıqla nə olur? A variant doğru cavab variantı. 50 faiz, 20, 30 Ay, faiz. mən bunun nəsə belə getmək forması var idi elə. Hatta Hansı? saat əqrəbin Hə. hərəkət istiqaməti. Saat əqrəb, 12-dən hə. başlayırsınız, 12-dən başlayırsınız, saat əqrəbin hərəkət istiqamətində gedirsiniz. Ona görə də A variantı düzdür. Burada da 50, 30, 20 faiz var, amma burada tərsinədir. Ona görə D variantı səhvdir. Yaxşı. 60. Excel'in nisbi ünvanı mütləq ünvana çevirmək üçün hansı düymədən istifadə olunur? F4. F4 istifadə olunur, düzdür. Yaxşı. 61. Mən əməliyim. Hə, cavablandır bunu. Cədvəlin bir hissəsini çapa vermək üçün nə etmək lazımdır? Page setup pəncərəsinin sheet tabından istifadə etmək lazım olan səni seçmək, lazım olan səni seçmək filtr, lazım olan səni options. A variantı page setup pəncərəsinin sheet tabından istifadə etməklə lazım olan səni seçmək. Düzdür, düzdür. 62. Mən bilmirəm bunu. Yaxşı Mən uşaq. deyim. Deyin, bəli, deyin. Deməli, Excel E2 xanasında 16, E5 xanasında 3, E7 xanasında 5 yerləşir. Aha. Düsturuna yazıldığı E8 xanasının qiyməti nəyə bərabərdir? Burada 16-nı birinci bu ortadakı düsturu hesablayırıq bərabərdən. E2 deməli 16-nı 2-yə vururuq 32. E7, E5, 5-dən 3 çıxırıq 2, 8-i 2-yə bölürük 4, 32 ilə 4 toplayırıq 36. Düzdür. Yaxşı.
Excel-də save as əmrin köməyi ilə aşağıdakılardan nə etmək olmaz? Şifrə qoymaq, kitabın yerini dəyişmək, vərəqin adını dəyişmək, Aha. kitabın yerini dəyişmək olardı. Xeyr, vərəqin adını dəyişmək olmaz. Vərəqin adı Home tabından dəyişdirilir ya da üstünə kontekst menyu açılıb dəyişdirilir. Yəni biz save as-dan vərəq adı dəyişə bilmərik. 64. Excel-də cədvəldə sütunların sayı. A variantı. Yadımdan çıxdı. 1684 dənə sütun var, düzdür. 65. Kimdir mənəm? Bəli. Cədvəllərə Cədvəllərə süzgeç qoymaq üçün hansı tabından istifadə olunur? Data. müəllim mənəm yoxsa başqası? Bəli. Yaxşı, indi sən cavablandır 66-nı. Cevaplandır görüm arkadaş. Mən Hə. MS Excel-də bir oyuq seçilib klaviaturada məlumat daxil edilərsə, həmin oyuqdakı məlumat necə olur? Hı -hı. Aha. Yerində qalır. Xeyr, silinir, yerini yeni məlumat tutur. Aha. Birini də Burada yerimiz cavablandırın 67-ni. Mənəm. Demək, B11, A11 üst-üstə gəlirik. İkincisi də 10 gəlirik, 12. Sonra A12, B12 çıxırıq, 20-dən 15 çıxırıq, 5. Sonra da 12-ni də 5-ə vururuq, 60. Deyilmi? Düzdür mən? Bəli. Yəni birinci halda topladınız, ikinci halda çıxdı, üçüncü halda da. Da vurduq. Neyse arkadaşlar, bizim hələ 20-dən çox sualımızdır, 22 sualımızdır. Bunları gələn dərsə işləyib çatdırarsınız. Çünki burada elə hesablamalar biraz vaxtınızı daha çox aparacaqdır. Demək olar ki, bayaqçılara bənzər təkrar tiplərdir. Onlar da evdə eləyərik mən. Bunları da işləyəcəksiniz, bəli. Gələn dərs baxacağıq. Amma əsas mövzular bilirsiniz nə işləyəcəyinizi. Bunu dayandırmışam.